Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə trayektoriya, yol və yerdəyişmə mövzusu ilə tanış olacaq. Gəlin ilk öncə bəzi anlayışlarla tanış olaq. Birinci anlayışımız sükunət anlayışıdır. Sükunət dedikdə biz nə başa düşürük? Əgər cisim ətrafdakı cisimlərə nəzərən hərəkət etmirsə, yəni olduğu yerdə qalırsa, bu zaman deyirik ki, cisim sükunətdədir. Şəklə baxsaq görərik ki, bəzi cisimlər digər cisimlərə nəzərən sükunətdədir. Məsələn, yol kənarındakı evlər, ağaclar, işıqfor. Çünki həmin cisimlər heç bir hərəkət baş vermir. Həmin cisimlərdə heç bir hərəkət baş vermir. Keçək digər slayda. Əgər cisim müəyyən vaxtda ərzində sükunətdəki cisimlərə nəzərən vəziyyətini dəyişirsə, belə cisim hərəkət etmiş sayılır. Məsələn, şəklə baxsaq görərik ki, maşın əvvəlcə evin yanında idi. Müəyyən müddətdən sonra, məsələn 5 dəqiqədən sonra görərik ki, maşın hərəkət edərək başqa bir nöqtəyə gedib çatmışdır. O zaman deyə bilərik ki, artıq cisim vəziyyətini dəyişmişdir. Vəziyyətini ətrafındakı cisimlərə nəzərən vəziyyətini dəyişmiş hesab olunur. Burada da ətrafındakı cisimlər, sükunətdəki cisimlər olan ağac, ev nəzərdə tutulur. Yəni bizim şəklə əsasən bizim maşın hərəkət edir. Yəni maşın bir nöqtədən digər nöqtəyə hərəkətini və yəni vəziyyətini dəyişmiş hesab olunur. Hesablama cismi dedikdə nə başa düşürük? Hesablama cismi o cisimlərdir ki, biz həmin cismə nəzərən hərəkəti öyrənirik. Yəni həmin cisimə baxıb deyə bilirik ki, cisim hərəkət edir yoxsa yox. Bax, bayaq baxdığımız slaydda maşın ətrafındakı cisimlərə nəzərən, evə, ağaca nəzərən hərəkət etmiş sayılırdı. Burada ev və ağac bizim üçün hesablama cismi hesab olunur. Hesablama cismi bax dediyimiz kimi bizdə maşın hərəkət edən zaman sükunətdəki cisimlər olan ağac və ev hesab olundu. Hesablama sistemi nədir? Hesablama sistemi dedikdə biz əsasən 3 anlayışı nəzərdə tuturuq. Birinci, koordinat sistemi nəzərdə tuturuq. Yəni mütləq şəkildə hərəkəti biz koordinat oxları ilə göstərə bilərik. Zaman nəzərdə tuturuq. Yəni zamanı ölçən cihaz əlimizdə olmalıdır və hesablama cismi olmalıdır. Yəni biz bu üçünü birlikdə müəyyən edə bilsək, hesablama sistemini təyin etmiş hesab olunur. Son, maddi nöqtə. Maddi nöqtə dedikdə verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim nəzərdə tutulur. Məsəl üçün, biz götürə bilərik təyyarəni, ulduzları. Müəyyən uzaq məsafədən baxanda biz görürük ki, təyyarə, ulduzlar bizə kiçik bir nöqtə şəklində görünür. Amma əslində onlar nəhəng bir ölçüyə malikdir. Buna səbəb isə bizimlə onun arasında məsafənin çox böyük olmasıdır. Məsafə böyüdükcə cisimlərin ölçüləri kiçilir. Bu zaman biz həmin cisimləri maddi nöqtə adlandıracağıq. Mexaniki hərəkət dedikdə nə başa düşürük? Mexaniki hərəkət cismin digər cisimlərə nəzərən vəziyyətini dəyişməsidir. Yəni biz nəyi nəzər? Bayaq məsəl şəkildə görə bilərik ki, idmançı əvvəlcə start nöqtəsində olub, sonra müəyyən müddətdən sonra o hərəkət edərək, yəni qaçaraq finiş nöqtəsinə gedib çatır. Bu anda biz deyə bilərik ki, buradakı cisim mexaniki hərəkət etmiş hesab olunur. Çünki o bayaq start nöqtəsində idi, müəyyən müddətdən sonra finiş nöqtəsində oldu. Yəni ətrafındakı cisimlərə nəzərən, yəni start və finiş sözlərinə əsasən, həmin məntəqələrə əsasən bu hərəkət etmiş sayılır və bunun hərəkəti mexaniki hərəkət hesab olunur. Mexaniki hərəkətin ümumiyyətlə çoxlu növləri var. Düz xətli, əyri xətli, çevrə üzrə, fırlanma, rəqsi, hatik. Gəlin bu hərəkətlərlə hər biri ilə tanış olaq. Birinci növbədə biz danışacağıq düzxətli hərəkət haqqında. Düzxətli hərəkət dedikdə adından göründüyü kimi o zaman cisim düz xətt boyunca hərəkət edir və bu zaman biz bunu düzxətli hərəkət hesab edirik. Məsəl üçün, şəkildə gördüyümüz kimi idmançılar marafon yarışında qaçmağa başlayırlar və onların da üzəri göstərilən yolları düz xətt boyuncadır.
Həmçinin hər hansı bir topu atdığımız zaman düz xətt boyunca gedir. Təyyarənin hərəkəti düz xəttli hərəkət hesab edə bilərik. Gəminin hərəkətini götürə bilərik. Hər hansı bir qatarın hərəkətini götürə bilərik. Və yaxud kranda suyun axan zaman hərəkətini də düz xəttli hərəkət hesab edə bilərik. Əyri xəttli dedikdə adından göründüyü kimi cisim əyri xətt boyunca hərəkət edir. Bu hərəkəti də nümunələr təbiətdə çox rast gəlmək olar. Məsəl üçün, şəkildə bizdə verilib, məsəl üçün, qız burada ox atır. Oxun hərəkətini biz açıq-aydın görürük ki, əyri xəttli formasındadır. Və yaxud hər hansı bir attraksiyonun hərəkəti, burada da biz əyri xəttli hərəkət hesab edirik. Və yaxud insanın daxilindəki damarlardakı qanın hərəkətini göstərə bilərik əyri xəttli. Maşının hərəkətini göstərə bilərik. Maşın bəzən düz xəttli gedir, bəzən əyri xəttli gedir. Əgər o dönmə hərəkət edirsə, bu zaman əyri xəttli hesab olunur. Və yaxud burada yolda hər hansı bir dairə ətrafında maşının hərəkətini əyri xəttli hərəkət hesab edə bilərik. Və yaxud çayın axması, şəlalənin axmasını da əyri xəttli hərəkət hesab etmək olar. Digər hərəkət çevrə üzrə hərəkət hesab olunur. Çevrə üzrə hərəkətdə adından göründüyü kimi cisim çevrə üzrə boyunca hərəkət edir. Məsəl üçün, müəyyən yerin ayı ətrafında və yaxud yerin günəş ətrafında hərəkətini çevrə üzrə hərəkət hesab edə bilərik. Müəyyən bir attraksiyonun hərəkətini göstərə bilərik. Və yaxud ipin ucuna hər hansı bir oyuncağı bağlayıb onu çevrə üzrə hərəkət etdirsək, bu zaman onun da hərəkəti çevrə üzrə hərəkət hesab olunur. Və yaxud saat əqrəbinin oxunun çizdiyi xəttdə bizim çevrə üzrə hərəkət hesab olunur. Və sair hərəkətləri təbiətdə çevrə üzrə hərəkət hesab etmək olar. Digər hərəkət xaotik hərəkətdir. Xaotik hərəkətin sözünün mənası qarma-qarışıq və ya nizamsız deməkdir. Yəni bu hərəkətdə biz konkret deyə bilmirik ki, bu düz xəttlidir, əyri xəttlidir, rəqsidir. Biz burada hərəkəti xaotik hərəkət adlandırırıq. Məsəl üçün, biz burada zərrəciklərin hərəkətini götürə bilərik, atom və molekulların hərəkətini götürə bilərik və digər hərəkətləri də bura aid etmək olar. Fırlanma hərəkəti deyəndə, fırlanma hərəkəti müəyyən bir ox ətrafında, ox üzrə hərəkət nəzərdə tutulur və onun ətrafındakı hərəkətə, oxun ətrafında hərəkətə biz fırlanma hərəkəti hesab edirik. Məsəl üçün, maşın təkərinin hərəkəti, maşın təkəri müəyyən bir ox ətrafında hərəkət edir. Fırfıranın hərəkəti və yaxud qızın burada rəqsi fırlanaraq hərəkət etməsi, rəqs etməsini göstərə bilərik. Və yaxud attraksiyonun yenə müəyyən bir ox ətrafında hərəkətini də fırlanma hərəkəti kimi götürə bilərik. Rəqsi hərəkət deyəndə cisim sağa, sola və ya yuxarı, aşağı təkrarlanan hərəkətdir. Yəni, rəqsi hərəkət əslində periodik hərəkət hesab olunur. Çünki burada hərəkət təkrarlanır. Buna da aid çoxlu misallar göstərmək olar. Məsəl üçün, simli alətlərin siminin hərəkətini göstərmək olar. Və yaxud saatın kəfgirinin sağa, sola hərəkətini göstərmək olar. Yelləncəyin hərəkətini, önə, arxaya doğru hərəkətini göstərmək olar. Yenə bax, bu şəkildə verilib bizə hər bir hərəkətin şəkli verilib və bizdən soruşulur ki, hansı hərəkətdir? Əgər biz burada idmançını düz formada görürüksə, bunu deyə bilərik ki, bu idmançının hərəkəti düz xəttli hərəkətdir. Amma burada kürəciyin nov üzrə hərəkətini biz əyri xəttli hərəkəti hesab edə bilərik. Topun hərəkətini biz burada fırlanma hərəkəti kimi götürə bilərik, çünki müəyyən bir ox ətrafında hərəkət edir. Həmçinin digər hərəkətlərə baxaq. Fırlancığın hərəkəti, burada fikir versəz, bu da hər hansı bir oxun ətrafında fırlanır və bu zaman bunun da hərəkətini fırlanma hərəkəti kimi baxa bilərik. Həmçinin planetlərin hərəkətinə biz adətən çevrə üzrə hərəkət kimi götürəcəyik. Çünki burada planetlər günəş ətrafında fırlanır və onların getdiyi hərəkət, yəni trayektoriyası biz burada açıq-aydın görürük ki, çevrə üzrə hərəkətdir. Həmçinin saat əqrəbinin də ucu nöqtəsinin cızdığı xətt çevrə üzrə hərəkətə aid etmək olar. Növbəti slaydda biz cisimlərin hərəkətinin növünü müəyyənləşdirək. Birinci şəklə baxsaq görərik ki, saat kəfgirinin hərəkəti göstərilib. Biz bilirik ki, saat kəfgirinin hərəkəti rəqsi hərəkətlər
siyahısına aiddir. Çünki burada saatın kəfkiri sağa və sola hərəkət edir. İkinci şəkildə maşının hərəkəti göstərilir. Maşın düz xətt boyunca hərəkət etdiyindən onun hərəkəti düz xəttli hərəkət hesab olunur. Yerin öz oxu ətrafında hərəkəti fırlanma hərəkətidir. Müəyyən bir ox ətrafında hərəkət edir. Bunu fırlanma hərəkətinə aid etmək olar. Hər hansı bir simli alətlərin simlərinin hərəkətini biz rəqsi hərəkətə götürə bilərik. Çünki müəyyən bir periodik hərəkət kimi qəbul olunur və sağa və sola hərəkət hesab olunur. Saatın əqrəbinin hərəkəti, saat əqrəbinin hərəkətini həmçinin onun uc nöqtəsinin çizdiyi xəttə görə biz çevrə üzrə hərəkət götürə bilərik. Burada kəpənəyin qanadlarının hərəkəti, kəpənəyin hərəkəti rəqsi hərəkət hesab olunacaq. Çünki o da təkrarlanan hərəkətdir, periodik hərəkət hesab olunur. İndi keçək trayektoriya anlayışından. Bizim mövzumuzun adında da verilmişdi. Trayektoriya deyəndə nə başa düşürük? Ümumiyyətlə cisimlər hərəkət edir. Bizim ətrafımızda müxtəlif cisimlərə rast gəlirik və onların hərəkətini hər gün müşahidə edirik. Və bu hərəkətləri baxan zaman onlar görərik ki, müəyyən bir xətt cızır öz arxasınca. Bu xəttə biz deyəcəyik trayektoriya. Yəni hansı trayektoriya üzrə hərəkət etdiyi, yəni hansı xətt cızdığını müəyyənləşdirmək üçün trayektoriya anlayışından istifadə olunur. Bizdə də şəkildə müxtəlif hərəkətlər göstərilmişdir və bunlar görünür ki, hər biri arxasınca müəyyən bir xətt buraxır. Bu xəttə biz trayektoriya deyəcəyik. Trayektoriyanı ümumiyyətlə trayektoriya həmçinin maddi nöqtənin hansı hərəkət etdiyini göstərir. Yəni hər hansı bir cisim hərəkət edirsə, onu hansı xətt üzrə hərəkət etdiyini trayektoriya anlayışı ilə müəyyən etmək olar. Trayektoriyanın iki növü var: düz xəttli və əyri xəttli. Düz xəttli və əyri xəttliyə aid nəyə misal göstərə bilərik? Bayaq çəkdiyimiz misallarda maşının hərəkətini trayektoriyanın formasına aid etmək olar. Əgər maşın düz xəttli gedərsə, biz deyərik ki, trayektoriyasının forması düz xəttlidir. Əgər dönmə hərəkət edərsə, bu zaman deyə bilərik ki, maşının hərəkəti əyri xəttli hərəkətlər siyahısına aiddir. Məsəl üçün, burada baxın, cisim hərəkət edir, müəyyən bir xətt cızaraq hərəkət edir. Bu xəttin bu xətt trayektoriyanın əyri xəttli növünə aid hesab olunur. Çünki görürsünüz ki, burada düz xəttli getmir. Həmçinin digər cismin də hərəkətinə baxın. Bu əslində rəqsi hərəkətdir. Sadəcə rəqsin kürəcəyinin hərəkətinə baxsaz, görərsiniz ki, əyri xəttli hərəkət siyahısına aiddir. Digər anlayış bizdə yol anlayışıdır. Ümumiyyətlə, hərəkət trayektoriyasının uzunluğuna yol deyilir. Yəni, cisimlər hərəkət edərkən həmin trayektoriyasının uzunluğunu biz ölçmüş olsaq, həmin xəttin, elə deyək, uzunluğunu ölçmüş olsaq, biz yolla təyin etmiş oluruq. Baxın, bizdə burada şəkildə asfalt üzrə hərəkət etdiyini göstərir və asfalt trayektoriyanın əyri xəttli növünə aiddir. Və bu zaman biz həmin əyri xəttlinin uzunluğunu ölçmüş olsaq, biz həmin cismin yolunu təyin etmiş olarıq. Yer dəyişmə dedikdə biz isə başlanğıc və son nöqtələri arasında istiqamətlənmiş düz xətt parçası nəzərdə tutulur. Yəni, əgər cismin başlanğıc nöqtəsini biliriksə, həmçinin son nöqtəsini biliriksə, bu zaman həmin başlanğıc və sonu birləşdirən düz xətt çəksək, istiqamətlənmiş düz xətt çəksək, biz həmin cismin yer dəyişməsini təyin etmiş olarıq. Yəni, buna görə də bizim yol və yer dəyişməmiz fərqlənir. Gəlin nümunələrə baxaq yol və yer dəyişmə arasında. Tutalım, cisim iki məntəqə arasında hərəkət etmişdir. Burada göstərilən asfalt yol üzrə cismin hərəkət etdiyini əgər fərz ediriksə, bu zaman həmin xətt bizim üçün yol hesab olunacaq. Amma qırıq-qırıq xətt, yəni düz xətt, yəni başlanğıcla son nöqtələri arasındakı xətt bizim üçün yer dəyişmə hesab olunur. Həmçinin baxın, bu misalda da açıq-aydın görə bilirik. Cisim müəyyən bir trayektoriya, əyri xəttli trayektoriya üzrə hərəkət etmişdir. Bu trayektoriyanın uzunluğu bizim üçün yol hesab olunur. Amma həmin cismin başlanğıc və son nöqtələri arasındakı məsafə isə bizim üçün yer dəyişmə hesab olunur. Yol və yer dəyişmənin ümumiyyətlə oxşar və fərqli cəhətləri var. Yol həmişə müsbət olur. Çünki biz danışırıq ki, biz 5 metr yol getmişik. Heç vaxt mənfi anlayışından istifadə etmirik.
və buna görə də yolun həmişə qiymətindən danışdığımıza görə yol skalar kəmiyyətlər siyahısına aiddir. Yol və yerdəyişmə oxşar cəhəti ondan ibarətdir ki, el və ya S hərfləri ilə işarə olunur. Sadəcə yolun üzərində heç bir oxşarısı qoymuruq, amma yerdəyişmə istiqamətlənmiş düz xətt parçası olduğundan biz onun üzərində oxşarisindən istifadə edirik. Ona görə də yerdəyişmə vektorial kəmiyyət hesab olunur. Hər ikisinin vahidi metrdir, hər ikisi məsafəni xarakterizə edən kəmiyyətlərdir. Beynəlxalq sistemdə hər ikisinin vahidi metr hesab olunur. Hər ikisinin cihazı laboratoriyada xəttkeş hesab olunur. Yerdəyişmə vektorial kəmiyyətdir. Yəni yerdəyişmənin həm qiyməti var, həm də istiqaməti. Məsələn, biz deyə bilərik ki, mən 5 metr sağa doğru hərəkət etdim. Burada artıq həm qiymətdən danışdım, həm də istiqamətdən. Qiymətdən danışdığıma görə burada cisim ədədi qiymətə malik oldu. Yəni kəmiyyət ədədi qiymətə malik oldu. İstiqamət, yəni sağa anlayışını verdiyim üçün artıq həm də istiqamətə malik oldu. Həm qiyməti, həm də istiqaməti olan kəmiyyətlər vektorial kəmiyyətlər hesab olunduğundan bizdə də bu kəmiyyət, yəni yerdəyişmə vektorial kəmiyyət hesab olunur. Vektorial kəmiyyətdir və müsbət, mənfi, hətta sıfır ola bilər. İndi bu haqqda danışacağıq. Nə vaxt müsbət, nə vaxt mənfi, nə vaxt sıfır ola bilər. Əgər cisim yolu gedibsə, onun yerdəyişməsi müsbət olur. Yəni belə qəbul edirik. Yəni burada artıq istiqamətini dəyişməyib. Bir istiqamətə doğru getdiyinə görə biz burada cismin yerdəyişməsini müsbət qəbul edirik. Baxın, şəkildə də verilib. Ev və yerdəyişmə, ev və fabrik arasında bizdə məsafə göstərilib və trayektoriyanın forması göstərilib. Əyri xəttli trayektoriya formasıdır. Amma biz bunun yerdəyişməsini tapsaq, bir istiqamət, yəni başlanğıcdan sona doğru çəkmiş olarıq istiqamətini və bu zaman istiqamət bizdə müsbət qəbul olunacaq. Nə zaman mənfi olur? Əgər cisim yolu qayıdıbsa, tutalım ki, biz evdən məktəbə getmişik, məktəbdə dərsimiz qurtarıb və yenidən evə qayıdırıq. Evə qayıtdığımız zaman bizim yerdəyişməmiz mənfi olacaq. Çünki biz artıq istiqamətimizi dəyişmiş oluruq. İstiqamət dəyişəndə artıq bizim yerdəyişməmiz mənfi hesab olunur. Bəzən də olur ki, yerdəyişmə sıfırdır. O zaman olur ki, biz başladığımız nöqtəyə qayıdırıqsa. Əgər biz başladığımız nöqtəyə qayıdırıqsa, bu zaman bizim yerdəyişməmiz sıfır olacaq. Məsələn, şəkildə bizdə göstərilib, cisim tutalım ki, A nöqtəsindən başlayıb, çevrə üzrə hərəkət edərək, gəlib yenə də A nöqtəsinə. O zaman bizim yerdəyişməmiz sıfır olacaq. Çünki bizim burada başlanğıc və son nöqtələrimiz üst-üstə düşdü və aralarında heç bir məsafə olmadığından yerdəyişmə sıfıra bərabər olur. Həmçinin tutalım cisim A nöqtəsindən çıxıb və kvadratın tərəfləri boyunca hərəkət edib A, B, C, D, A. Yenə də A-ya qayıtdığına görə burada da artıq bizim cismin yerdəyişməsi sıfır olacaq. Biz yerdəyişməni o zaman sıfır götürürük ki, bizim cismimizin başlanğıc və son nöqtələri üst-üstə düşsün. Yol və yerdəyişmə arasında hansı münasibətlər var? Bəzən olur ki, yol yerdəyişməyə bərabərdir. Yol o zaman yerdəyişməyə bərabər olur ki, cisim düz xəttlə hərəkət etsin. Tutalım, cisim düz xəttlə hərəkət edib, biz bu xəttin uzunluğunu ölçürük, yolu hesablamış oluruq. Sonra yerdəyişməyə təyin edəndə bu iki nöqtə arasındakı məsafəni təyin etməliyik. Bu zaman yenə iki nöqtə arasındakı ən qısa məsafə çəksək, istiqamətlənmiş düz xətt parçası çəksək, görərək ki, bu bizim yolumuzla üst-üstə düşür. Və bu zaman deyirik ki, düz xəttli hərəkətdə və yol və yerdəyişmə üst-üstə düşür və bir-birinə bərabərdir. Yol yerdəyişmədən böyük olur. Bu o zaman olar ki, cismin hərəkəti əyri xəttli hərəkətdir. Cismin hərəkəti əyri xəttli hərəkətdirsə, bu zaman onun yolu və yerdəyişməsi üst-üstə düşməyəcək. Burada yol bizim üçün əyri xətt məsafə hesab olunacaq, amma yerdəyişmə həmişə demişik ki, başlanğıc və son nöqtələri birləşdirən düz xətt parçasıdır. Buna görə də yerdəyişmə bizim üçün düz xətt olacaq və burada açıq-aydın görünür ki, yolda olan məsafə yerdəyişmədən böyükdür. Amma heç vaxt yol yerdəyişmədən kiçik ola bilməz. Bu hal mümkün deyil. Həmişə bizim yolumuz yerdəyişmədən ya böyükdür, ya da ona bərabərdir. Kiçik olmaq. Bu slaydda biz yol və yerdəyişməyə aid məsələ nümunələrinə baxacağıq.
Əvvəlcə şəklə diqqət yetirək. Şəklə əsasən bizdə velosipedçi A, B, C və A nöqtələri boyunca trayektoriyası üzrə hərəkət etmişdir və bizdən burada onun yol və yer dəyişməyimizi tapmağımız tələb olunur. Bunu necə taparıq? Əvvəlcə fikir verək cismin getdiyi trayektoriya. Bizdə verilib ki, cisim A-dan B-yə, B-dən C-yə və C-dən A-ya gedib. Yəni bu üç xətt üzrə hərəkət etmişdir. Biz də bilirik yolu tapmaq üçün biz trayektoriyanın uzunluğunu təyin etməliyik. Əgər biz trayektoriyanın uzunluğu əslində bizə verilibsə, biz burada rəqəmləri toplamalıyıq. Əgər yolu tutalım el hərfinə işarə ediriksə, yolu el hərfinə işarə edirik və biz burada 3 rəqəmi toplayırıq. Yəni 4 üstəgəl 3 üstəgəl 5. Toplayanda cavab eləyəcəyik 12 metr. Amma bizdən yer dəyişmə soruşulur. Fikir verirsə yer dəyişməni S hərfinə işarə edirəm və üzərində mütləq şəkildə ox işarəsi qoyuram ki, çünki yer dəyişmə vektorial kəmiyyətdir. Biz yer dəyişməni tapmaq istəyiriksə, biz baxmalıyıq bizim başlanğıc və son nöqtəmizə. Bizim başlanğıc nöqtəmiz burada görünür ki, A-dır və son nöqtəmiz də burada A-dır. Onda belə çıxır ki, cisim A nöqtəsindən çıxıb, yenə də A nöqtəsinə qayıdıb. Əgər bizdə başlanğıc və son nöqtələr üst-üstə düşürsə, biz demişdik ki, bizdə o zaman yer dəyişmə sıfıra bərabər olacaq. Yəni heç bir hesablama aparmırıq. Sadəcə bu zaman diqqətli olmalıyıq. Fikir verməliyik ki, bizim başlanğıc və son nöqtələrimiz üst-üstə düşür, yoxsa fərqli yerlərdir. Əgər üst-üstə düşürsə, biz heç bir hesablama aparmadan sıfır qəbul edirik. Keçək digər tapşırığa. Digər tapşırıqda da eyni ilə bizdə trayektoriyanın forması verilib. Deyir ki, şəklə əsasən şagird A, B, C, A. Burada da yol və yer dəyişməni bizdən tapmağımız tələb olunur. Yenə də yazaq el bərabərdir. Yolu tapmış, əgər yolu tapmaq istəyirəmsə, yol baxırıq 5 metr gedib, 4 metr gedib, yenə də 3 metr gedib. Burada rəqəmləri bir-birini toplayıram. 5 üstəgəl 4 üstəgəl 3. Toplayanda yəni 12 metr alıram. İndi yer dəyişməni S hərfinə işarə edirəm və üzərində ox işarəsi qoyuram. Bax, burada yer dəyişməni təyin etmək istəyiriksə, bunun başlanğıc və son nöqtələrinə fikir verməliyik. Bizi də yenə də baxanda görürük ki, bizdə cismin başlanğıc nöqtəsi də A-dır, son nöqtəsi də A-dır. Bu zaman yenə də deyə bilirik ki, burada yer dəyişmə sıfıra bərabərdir. Çünki başlanğıc və son nöqtələri üst-üstə düşür. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə yenə deyir A, B, C, D, A. Artıq trayektoriya biraz genişlənir. Bayaq 3 xəttdən ibarət idisə, burada artıq 4 xəttdən ibarətdir. Yenə yolu tapaq. Yol el bərabərdir. Fikir verirsiniz A, B, C, D, A. Burada rəqəmləri toplayırıq. 3 üstəgəl 5. Burada da 3 olacaq. Çünki düzbucaqlı bilirik ki, qarşı tərəfləri bərabərdir. 3, 5, 3, yenə 5. Bunu toplayanda görərik ki, cavab 16 metr edir. Sonra bizdən yer dəyişmə soruşulur. Yer dəyişmə üzərində ox işarəsi yazırıq. Yer dəyişməyə baxsaq görərik ki, cismin yenə də burada əvvəlki məsələlərdə olduğu kimi başlanğıc və son nöqtələri eynidir və üst-üstə düşür. Və bu zaman biz yer dəyişməni 0 götürürük. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə biraz fərqli formada verib və şəkli də bizə açıq-aydın göstərir. Deyir ki, şagird 400 metr qərbə evdən məktəbə doğru hərəkət edib və onun yol və yer dəyişməsini hesablayın. İndi biz bunu təyin edək. Təyin edən zaman yolu tapaq. Əvvəlcə yol demişdik ki, trayektoriyanın uzunluğudur. Bizə də cismin trayektoriyası düz xəttlidir. Düz xəttli olduğuna görə düz xəttin uzunluğunu götürürük. Bizə də düz xətt 400 metrdir. Ona görə də yol 400 metrə bərabər olacaq. Amma yer dəyişməni tapmır olsa, görərik ki, biz bayaqki slaydda dedik ki, əgər cisim düz xəttli hərəkət edirsə, onun yol və yer dəyişməsi üst-üstə düşür. Bu zamanda görürük ki, şagird düz xəttli hərəkət edir və bu zamanda biz yenə də yer dəyişməni yola bərabər götürəcəyik. Çünki 400 metrə bərabər olur. Sadəcə burada istiqamət də yaza bilərik. Çünki yer dəyişmədə artıq istiqamətdən danışılır. Keçək digər tapşırığa.
Digər tapşırıqda deyir ki, şagird evdən parka doğru hərəkət etmişdir. Onun yol və yer dəyişməsini təyin edin. Yenə də yol və yer dəyişməsini təyin edərkən biz trayektoriyanın formasına baxırıq. Trayektoriyanın forması görürük düz xətlidir. Düz xətlidirsə biz açıq-aydın deyə bilərik ki, burada cismin yolu və yer dəyişməsi eyni olacaq, üst-üstə düşəcək və bizdə də xətlərin uzunluğuna baxsaq 300 metr, bir də 600 metrdir. Yəni 900 metr olacaq. Onda yer dəyişimi də 9 metrə bərabər olacaq. Bax, bu cür hesabladıq. Keçək digər tapşırığa. Digər tapşırıqda deyir ki, şagird əvvəlcə qərbdən evdən məktəbə, qərbə doğru gedib, evdən məktəbə, sonra məktəbdən evə doğru gedib. Onun yol və yer dəyişməsini təyin edək. Baxaq. Əvvəlcə yolu tapaq. Yolu tapanda biz onun trayektoriyasının uzunluğunu hesablamış oluruq. Birinci trayektoriyası düz xətlidir, ikinci trayektoriyası da düz xətlidir. Onda hər iki düz xəttin uzunluğunu hesablasaq, yəni 400-ün üzərinə 400 gəlsək, cavab eləyəcək 800 metr. Amma yer dəyişməni tapsaq, yer dəyişmədə baxmalıyıq. Bizim cismimizin başlanğıc və son nöqtələri harda yerləşir? Bizim başlanğıc nöqtəmiz evdir. Bizim üçün ev hesab olunur. Son nöqtəmiz də evdir. Fikir versəz, evə gəlib, yenə qayıdıb. Onda belə çıxır ki, bizim başlanğıc və son nöqtələrimiz üst-üstə düşür. Bu zaman bizim yer dəyişməyimiz sıfıra bərabər olacaq. Çünki başlanğıc və son nöqtələri üst-üstə düşdü və onlar arasında heç bir məsafə olmadı. Keçək digər tapşırığa. Gəlin növbəti məsələyə baxaq, yol və yer dəyişmə haqqında. Şəklə əsasən bizdən yol və yer dəyişməni tapmağımız tələb olunur. İlk öncə yola baxaq. Görərik ki, şagird əvvəlcə evdən parka, parkdan marketə, daha sonra məktəbə doğru hərəkət etmişdir. Burada 3 düz xəttdən istifadə olunmuşdur. Biz bu 3 düz xəttin uzunluqlarını toplamalıyıq. Yəni 500, üstə gəl 900, üstə gəl 500. Toplasaq cavab eləyəcək 1900 metr. Amma yer dəyişməni təyin etmiş olsaq, biz baxmalıyıq cismin başlanğıc və son nöqtələrini. Bizdə başlanğıc nöqtə evdir, amma son nöqtə məktəbdir. Başlanğıc və sonu birləşdirsək, düz xətt kimi, bu zaman görərik ki, bu elə yer dəyişmə bizimcə 900 metrə bərabər olacaq. Çünki düzbucağının qarşı tərəflərinə eynidir, bilirik. Yəni bizdə də burada 9-un qarşı tərəfi eyni ilə bizim yer dəyişməmiz hesab olunur. Ona görə cavab olacaq 900 metr. Bax, bu şəkildə təyin etdik. Keçək digər tapşırığa. Digər tapşırıqda yenə bizdə deyilir ki, şəkildən açıq-aydın görürük ki, burada şagird evdən məktəbə, oradan da bazara doğru hərəkət etmişdir. Yolu təyin etmiş olsaq, burada 2 dənə düz xəttin uzunluğunu təyin etməliyik. Təyin edək, edəcəyik 400, üzərinə gəl 200. Edəcək 600 metr. Amma yer dəyişməni təyin edəndə biz cismin və başlanğıc və son nöqtələrinə baxmalıyıq. Bizim başlanğıc nöqtəmiz evdir, amma son nöqtəmiz bazardır. Buradan bura məsafəni təyin etməliyik. Buradan bura məsafə görürük ki, yuxarı məsafə 400-dür, aşağıda məsafə 200-dür. 200 çatmır ki, bizim digər məsafəmiz tamamlansın. Onda belə çıxır ki, bizim buradakı həmin qırmızı xətt yer dəyişməmizdir və yer dəyişməmiz olacaq 200 metr. 200 metrə bərabərdir. Çünki biz burada başlanğıc və son nöqtələr arasındakı ən qısa məsafə, yəni düz xətt istiqamətlənmiş düz xətti götürdük. Keçək digər tapşırığa. Digər tapşırıqda da yenə bizə yol və yer dəyişməni soruşur. El bərabərdir. Yolu baxırıq. Cisim evdən marketə, marketdən digər binaya doğru hərəkət etmişdir. Biz burada görürük ki, 2 düz xətt var. 2 düz xəttin uzunluğunu götürürük. 750-nin üzərinə 1500 gəlirik. Bu zaman bizdə cavab eləyəcək 22, 52.250 metr. Amma yer dəyişməni təyin etmiş olsaq, biz cismin başlanğıc və son nöqtələrinə baxmalıyıq. Bizim başlanğıc nöqtəmiz evdir, amma son nöqtəmiz digər bina hesab olunur. Və buradan bura məsafəni baxsaq, görərik ki, burada məsafə 1500-dən 750-nin fərqidir. Çünki aşağıdakı düz xətt 1500-dür, yuxarıdakı 750-dir. Demək, qırmızı xəttə müəyyən bir hissəsi çatmır. Ona görə də yer dəyişmədə
Biz 1500-dən 750-ni çıxmalıyıq ki, oradakı qısa məsafəni təyin edək. Çıxsaq, bu zaman alarıq ki, 750 metr. Bax, bu cür təyin etdik. Digər tapşırığa da baxaq. Bax, burada hərəkət nisbətən mürəkkəbləşib, çünki artıq trayektoriyasının uzunluğu artıb. Yenə də cisim evdən marketə, marketdən digər binaya, yəni təzədən evə doğru qayıtmışdır. Yolu təyin etsək, buradakı düz xətlərin uzunluğunu təyin etməliyik, yəni toplamalıyıq. 750, 1500, yenə üzərinə 750 gəlirik. Bu zaman cavab edəcək 3000 metr. Amma yer dəyişməni təyin etmiş olsa, baxmalıyıq, cismin başlanğıc nöqtəsi hardadır, cismin son nöqtəsi hardadır. Biz görürük ki, cismin başlanğıc nöqtəsi evdir, son nöqtəsi də evdir. Yəni, evdən evə qayıdıb, evdən çıxıb evə qayıdıb. Biz görürük ki, burada başlanğıc və son nöqtələr üst-üstə düşür. Üst-üstə düşdüyünə görə biz burada yer dəyişməni 0 götürəcəyik. Keçək digər tapşırığa. Digər tapşırıqda yenə yol və yer dəyişməni hesablamamız tələb olunur. Yenə də burada diqqət yetirməliyik ki, cisim hansı trayektoriya üzrə hərəkət edib. Görürük ki, düz xətli trayektoriya üzrə hərəkət edib. Görürük ki, cisim evdən parka, parkdan digər binaya, yenə də həmin binadan parka doğru hərəkət edib. Yəni, burada düz xətlərin uzunluqlarını hesablamalıyıq. 800, üzərinə gəlib 500, yenə üzərinə gəlib 500. Cavab edəcək 1800 metr. Bu bizim yolumuz hesab olundu. Amma yer dəyişməni təyin etmiş olsa, yer dəyişmədə baxmalıyıq cismin başlanğıc və son nöqtələrini. Başlanğıc və son nöqtəsi, yəni buradakı xətt nəzərdə tutulur. Biz də baxırıq ki, buradakı xəttlə, yəni buradakı xətt hesablasaq, görərik ki, 300 metr çatmır. Çünki ümumi uzun xəttin uzunluğu 800-dür, amma aşağıdakı xəttin uzunluğu 500-dür. Yəni bizim 300 metrimiz çatmır ki, böyük xəttdə tamamlansın. Buna görə də burada yer dəyişmə 300 metr olacaq. Deməli, biz bugünkü dərsimizdə yol və yer dəyişmə anlayışları ilə, həmçinin trayektoriya anlayışı ilə tanış olduq və onlara aid bəzi məsələ nümunələrinə baxdıq və siz öyrəndiniz ki, yol və yer dəyişmə hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Trayektoriya dedikdə biz nəyi nəzərdə tuturuq? Ümumiyyətlə, hərəkətin növlərindən danışdıqda hansı hərəkət növləri mövcuddur? Və biz yol və yer dəyişməyə aid bir sıra məsələ nümunələrə baxanda artıq yol və yer dəyişmənin fərqləndirən xüsusiyyətlərini də bildik və öyrəndik ki, yol və yer dəyişmə hər biri ayrılıqda hansı yolla hesablanır. Bugünkü dərsimiz bu qədər. Sağ olun.